Prezident İlham Əliyev iyunun 23-də Yevlaxda Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Aran Regional SKADA İdarə Etmə Mərkəzinin açılışında iştirak edib. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəz barədə məlumat verdi. Bildirildi ki, İdarə Etmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanıqlığın və səmərəli idarə etmənin təmin olunması həyata keçiriləcək. Burada 35-10 kilovoltluq hər birinin gücü 6,3 megavolt amper olan 2 güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün Yevlax yarımstansiyasından 14 km uzunluğunda elektrik veriliş xətti çəkilib. Dəli Məmmədli, Kürəkçay, Ağdaş, Ağsu, Tərtər və Dəmir beton məmulatları yarımstansiyaları Mərkəzi Aran Regional SKADA İdarə Etmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib. Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarə etmə sistemlərinin innovativ həlli üçün layihələndirilib. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır. Mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılması imkanı yaradılıb. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksiyonal rejimdə qurulması, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərar vermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarə etmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədi ilə elektromobillər üçün sürətli enerji doldurma cihazları quraşdırılıb.